Bismillahirrahmanirrahim. Ramazan ayı, Allah'ın rahmet ayı. Bugünkü günde bütün müminelerin ibadet itaatlerinin, dualarının qəbul olması için Allah'a dua edirik. Ve Allah bu aziz rahmet ayında bizlere öz beğendiği nimetleri ata eylesin inşallah. Bu ay bizler için müeyyen meselelerde hem ilahi rahmet, hem ilahi sevgi, hem müminlere olan münasibetin âli derecede olması ve Kur'an'a olan bizim muhabbetimiz, mescide sevgimiz bütün bu ayda en yüksek bir insani ruhiyede saklamalıdır ve inşallah saklayır da. Bütün müminlerden bu ayda mümin kardeşlerine olan münasibeti de gerek unutmasınlar. Ramazan ayının 15'i Hicretin 3. ilinde Hz. Peygamber Aleyhisselam'ın aziz balası İmam Hasan Aleyhisselam'ın mevlud günüdür. Biz hemce bilirik ki hayat hem musibetten ibarettir, hem sevinçten ibarettir. Bu ayda bazı musibetli günlerimiz olup ve karşıda da gelir Mevla-i Mütteqiyan Aleyhisselam'ın şehadet günleri. Ona göre de bu meselelere müeyyen kadar dikkatle izlenilmeli anları gerek biz yerden çıkartmayaq. İmam Hasan Aleyhisselam dünyaya gelende Hz. Peygamber Aleyhisselam gelip onu bağrına bastı ve Allah'ın isteğiyle ona Hasan adını verdi. Ve həmişə İmam Hasanla İmam Hüseyin Aleyhisselamla ki Peygamber Aleyhisselam müeyyen hayatı meselelerde onlarla görüşəndə onları çok əzizleyip dizinin üstünde oturturardı. İmam Hasan Aleyhisselam'ı sağ ayağının üstünde, dizinin üstünde oturturardı. Hz. Hüseyin Aleyhisselam'ı sol dizinin üstünde oturturardı. Ve İmam Hasan hakkında Hazretin buyurduğu kelamlardan da biri bu idi ki, benim bu iki balam, yani Hasan ve Hüseyin, hem otursalar, hem kalksalar, her bir halda bunlar imamdır. Ve öz, belə deyərək, əhl-i beytine olan münasibəti nəinki hadislerde, hatta ayede insanları anladardı. Necə ki, Kur'an-ı Kerim buyurur, La əsəlukum aleyhi əcran illel mevaddete fil qurba. Fil qurbada məqsəd Peygamber Aleyhisselam'ın əhl-i beyti, yalnız Ali Aleyhisselam, Hanım Fatime Zahra Salamullah Aleyha ve Hasan ve Hüseyin Aleyhisselam'dan ibarətdir ki, yalnız məsum şəxslərdə əhl-i beytdə, qeyri-məsumlar əhl-i beytə daxil ola bilməzlər ki, bu başka bir söhbətdir. Bu günlər bizim şad günümüz olur ona göre ki, İmam Hasan Aleyhisselam'ın mevludunda Peygamber Aleyhisselam şad olmuştur. Hz. Peygamber Aleyhisselam hayatı boyu öz əhl-i beytini bizlere tapşırmıştı. Müslümanlara tapşırmıştı ki onlara sarılın, onlardan ayrılmayın. Ama təəssüflər olsun ki Hz. Peygamber Aleyhisselam'dan sonra başlarına gelen musibetler hamısı bu ümmetin onlara ettiği zulümlerin neticesinde baş vermiştir. Görün ne kadar çətindir ki, ne kadar həmin dövrü adları dırnaq arası Müslümanların əqidəsi görün ne kadar başka tərəfə səmtə yönəlmişdi ki, Hz. İmam Hasan Aleyhisselam'ın öz hayat yoldaşı dövrün Şam'da olan xilafəti qəsb eləyən Muaviyə tərəfindən göndərilmiş zəhərlə imamı şəhadətə yetirir. Yani imamın öz hayat yoldaşı. Görün dövr ne kadar çetin dövr olubdu. Evin içinde düşman, çölde düşman. İmam Hasan Aleyhisselam'ın hayatı çok ağrılı, acılı bir dövr olubdur. Ve ondan sonra Hazretin şehadete çatması ve şehadetinde de həmçinin onu öz cəddinin yanında Hz. Peygamber Aleyhisselam'ın hanımı Ayşe icazə vermedi ki imamı öz cəddinin yanında dəfn edilsin. Bunlar tarixdə hamısı qeyd olunubdur. Bunlar bir müsibətdir. Odur ki, imamın həyatına diqqət eləmək lazım ki, insan haqq tərəfdarı ilə batil tərəfdarın gərək tanısın. Bugünkü gün də bu cürədir.
Baxırsan ki, haqla batili insanlar tanımaqda müəyyən problemləri var. Çünki haqqı tanımırlar. Aleyhisselam demişkən, Həzrət buyurur ki, haqqı tanı, haqqın tərəfdarını sən tanıyacaqsan ki, kimdir. İnsanlar haqqı tanımadan bugünkü gündə baxırsan ki, haqqa qarşı mübarizə aparırlar. Və hətta batil, kafir, zalimin görürsən ki, sözlərinə inanırlar. Axı, çox da bir çətin məsələ deyil ki, insan bilə ki, bu dünyada zalim kimdir, yalancı kimdir. Amma görürsən ki, zalıma tərəf yenə meyl elirlər. Baxırsan ki, yalancının sözünə inanırlar. Yalancı baxırsan ki, bütün günü elə mətbuatda yalan danışır. Dedikləri hamısı yalan. Yenə görürsən ki, onun sözünü əsas götürürlər. Əlbəttə istisna halları var. Mömin və aqil insanlar başqa. Dediyim budur ki, bugünkü gün Ramazan ayında insanlar bu şeylərə daha diqqətli olmalılar. Çünki hədislərdə qeyd olunubdur ki, elə olmasın ki, gələcəkdə Allah dərgahında oruc əvəzinə baxıb görəsən ki, sənin namə əmalında bir acılıq sözü yazılıbdır. Nəinki oruç tutmusan. Oruç tutan ona deyərlər ki, Allah üçün, din üçün bir təfəkkür eləsin, bir düşünsün. Mən bu orucu niyə tuturam? Bir insan ki, oruç tutar, amma zalimin yanında ola, onun orucu batildir. Bir orucun batilliyi var, zahiri tərəf, bir də var batini tərəf. Xüsusi oruçlar, xas oruc. Yəni zahiri bildir ki, yemək, içmək bu şeylər insanın orucun batil eləyər. Amma bir də var ki, batini tərəf nədir? Batini tərəfdə budur ki, Allahın dilindən yalan danışdın. Bunlar orucu batil eləyər. Yəni baxırsan ki, bu tamam başqa. Amma bir də var ki, insan zalimin yanında dursa, zalimin tərəfində olsa, onun orucu elə zalimin orucu kimi yazılacaqdır. Onun heç bir faydası yoxdur. Fakat dünyada bir acılıq qalar ona. Odur ki, bu ay insanın əqlinin, təfəkkürünün oyanan günüdür. İnsan ac olanda baxırsan ki, çox şey fikirləşir. Qarın tox olanda, mədə dolu olanda insanın elə ağlı da biraz yavaş-yavaş görürsən ki, yuxu basır, onu görürsən aradan gedir. Yavaş-yavaş görürsən ki, insanı yuxu da tutur. Amma insan ac olanda nə olur? Heç olmasa təqvalı olun. Təqva o demək deyil ki, gecə gündüz gedib namaz qılarsan. Tək bu deyil. Təqvalı olmaq, yəni düşüncə, təfəkkür əhli olmaq, düşünən insan olmaq, məzlumun yanında olmaq, acıların fikrində olmaq, zalimların çörəyindən orucuvu açmamaq. Bəzən görürsən ki, qarınların güdənlər gedirlər, o zalimların aldadıcı oruc açdıqlarında iştirak edirlər. Bu onun bədbəxtçiliyidir, onlar haqqı başa düşmüblər. Məgər Allah deyir, az qal, sonra get o insanların haqqını yiyən zalimların süfrəsində götür o nemətlərdən yedirən ki, Allah mən orucumu qəbul elə. Xeyr, odur ki, bu ayda insanın təfəkkürünün təmizlənən günüdür. Əqlinin daha da güclü düşünən, beyninin daha da ali dərəcədə olan günləridir, saatləridir. İnsan nə qədər az isə bir o qədər əqli və təfəkkürü güclənər, təqvalı olar, haqla batili ayırar. İmam Həsən əleyhissalamdan istəyirəm bir hədis diqqətinizə çatdıram. İmam buyurur ki, dünyanın müsibəti 4 şeydədir. Birinci müsibət atanın ölümüdür. İkinci müsibət övlad ölümüdür. Həzrət buyurur ki, üçüncü müsibət insan üçün qardaşın ölümü və dördüncü müsibət xanımın ölümüdür. Həzrət buyurur ki, atanın ölümü insanın belin sındırar. Evladın ölümü isə qəlbi ağrıdar. Görürsən ki, qəlbinə xal düşər. Qardaşın ölümü insanın qüdrətini alar. Yəni gücünü azaldar. Xanımın ölümü isə insanı bir saat qəmə batırar ki, xanımın dünyasını dəyişmək əlbəttə insana qəm, kədər gətirər. Amma o xanımlar həqiqətən dünyada öz həyat yoldaşına, həyat yoldaşı da öz xanımına diqqətli ola Allah qanunlarında. Başqa bir hədisdə imam buyurur ki, hər kəs həmişə məscidə gediş-gəlit etsə, 8 nemətdən biri ona nəsib olar. Birinci budur ki, dini və qeyri işlərdə möhkəm və aydın dəlillər və ayələr ona bəyan olar. İkincisi budur ki, məscidə gedib gəlişi ilə faydalı dostlar tapar özünə. Görürsən ki, insan
Məscidə gedəndə 1, 2, 3 möminlərlə tanış olur, dostluq başlayır və ilə axırı. Həzrət buyurur ki, üçüncüsü budur ki, məscidə gedən şəxsin elmi təzələnər, yəni elm öyrənər. Allahın halal haramın bilər, Qur'anın ayələrindən və digər hədislərdən agahlığı olar. Dördüncüsü budur ki, Həzrət buyurur ki, Allahdan gözlənilən rəhmətə nail olar. Məscidə gedən həmişə ilahi bir rəhmətdə olar. Beşincisi buyurur, Həzrət onu hidayət edən bir söz və ya onu həlakətdən qoruyan moizə eşidər, söhbət eşidər. Bəzən görürsən ki, məsciddə gedərsən, elə bir mömindən elə bir söz eşidərsən ki, o sənin həyatında sənin həyatını dəyişər. Belə bir ilahi rəhmətdir. Və altıncısı budur ki, Həzrət buyurur ki, cəmaatdan utanacaq və Allahdan qorxacaq günahları tərk edər. İstər istəməz insan baxırsan ki, məscidə gedəndə və məsciddən çıxanda müəyyən əməlləri eləməyə utanır. Niyə? Çünki deyəcəklər ki, məscid əhli, sən də bu işi görürsən, sən ki, məscid əhlisən. Görürsən, məscidə getməyin özü insanı çox vaxtı utandırıcı işlər görməkdən uzaqlaşdırar. Odur ki, bugünkü günlərdə bu rəhmət ilahi ayında biz məscidə getmək və məscidin ab-ı havasından alıb ruhiyyəmizi dəyişək. Və gələn günlər ki, əhya gecələri başlayır inşallah 18-i Ramazanın axşamı birinci əhyadır. Ramazanın 19-u birinci əhyanın günüdür. Ondan sonra yenə də bir gün əhya axşamı, bir gün əhya günü ta 23-cü Ramazana kimi. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizim bu Ramazanda etdiyimiz ibadət, itaətləri, duaları qəbul eləsin. O cümlədən də bizim şəhidlərimizə və bütün dünyada olan İslami şəhidlərə Allah qəni rəhmət eləsin və xalqımıza gələcək günlərdə xeyirli, bərəkətli, səadətli bir gün, bir ömür bəxş eləsin inşallah.